Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin. Ve lanetullah ala a'daihim ecmain. Esselamu aleyke ya Ebu Abdillah. Deməli əzizlər, bu bir məsələ ilə bağlı istədim ki, qısa bir çəkiliş edeyim, sizlərlə paylaşım. Bəlkə də ola bilər ki, bu silsilə bir hal alsın bir neçə dəfə. Bəzi hədisləri sizlər üçün xatırlatma olaraq, bir yada salma olaraq, indi bilənlər üçün, bilməyənlər üçün də öyrənmək məqsədli paylaşım edeyim. Çünki düzdür, bu əsrlərdir, illərdir var bu məsələ ki, hər dəfə deyirlər ki, İmam Hüseyin əleyhissalamın əza günləri gələndə, Muharrəm gələndə, Kərbəla hadisəsini ki, biz saxlayıb, əza saxlayırıq. Hər dəfə eyni mövzular, məsələlər qalxır. Onlardan da biri budur ki, Əhl-i Beyt əleyhissalamın özü İmam Hüseyin əleyhissalam üçün nə əza saxlamayıb, nə ağlamayıb, nə yas saxlamaq mədəniyyəti yoxdur. Yəni, belə bir adət-ənənə bizi üçün qoymayıbdır Əhl-i Beyt əleyhissalam və özü də eləməyibdir bunu. Ona görə də sizlər də bunu özünüzdən çıxartmışsınız, bu bidətdir, dində özünüzdən əlavələr eləmişsiniz və s. Ki, təbii ki, bunlar çox cılız sözlərdir. Çünki Əhl-i Beyt əleyhissalam məktəbinin hər bir etdiyi əməlin köklü dəlili əsası var. Və o əsasa söykənərək, istər şəri, istər əqidəvi, istər əxlaqi mövzularda onların əsasında üləma, alimlər təhqiq edir, araşdırır ki, onlar öz həyatlarını bu sahələrə sərf ediblər və bu irsin çatmağına kömək ediblər. Ona görə də təbii ki, bu işlər də görüldükdə bunun bir əsası dəlili var ki, bunlar edilir. Bu haqda kifayət qədər çox dəlillər var. Ta Peyğəmbər sallallahu aleyhi və aleyhdən İmam-ı Zaman Əcəlullah Fərəcəhə kimi bu əza saxlamağın, İmam Hüseyin əleyhissalama ağlamağın və əzadarlığın göstərişi ədəbləri haqqında hətta müəyyən məlumatlar mövcuddur. Ki, mən İnşallah bəlkə də olar zamanla bunların bir neçəsini sizin üçün təbərrük edərəm. İstəyirəm bugün qısa olaraq iki hədisə işarə edək. Hətta nəinki İmam Hüseyin əleyhissalam, yəni və nəinki hadisə olandan sonra, hətta olmamışdan qabaq və hətta İmam Hüseyin əleyhissalama görə belə şəhid olanlar üçün Peyğəmbər sallallahu aleyhi və aleyhin ağlamağı, əza saxlamağı, hətta bir növ o mətin kimi danışıb biz roza ki deyirik, roza demək ki, yəni o hadisəni, yanğılı, ağrılı, acısını xatırladıb danışıb insanlara onun həqiqətini çatdırmaq ki, Həzrət bir növ roza deyib elə, cəmaət də ağlayıbdır ki, bu hədislərdə mövcuddur. Məsələn, mərhum Şeyx Saduq rəhmətullah aleyhin Əmali kitabında bir rivayət var ki, Həzrət Əli əleyhissalamla Peyğəmbər sallallahu diyaloqundadır. Deməli, Həzrət Əli əleyhissalam, mən uzunçuluq olmasın, mətnin özünü bəyan edəcəm. Peyğəmbər sallallahu aleyhi və aleyhə sual verir. Sual verir ki, ya Rəsulallah, sən əqli sevirsən, yəni əql bin Əbu Talib öz qardaşının haqqında sual verir. Həzrət Peyğəmbər sallallahu deyir ki, and olsun Allaha ki, onu iki cəhətinə görə məhəbbət bəsləyirəm həmin qardaşıma. Biri özünün yaxşı insan olmağına görə, ikincisi də Əbu Talibin onu sevdiyinə görə. Yəni sənin atan əqli sevir və Əbu Talib də mən sevirəm və Əbu Talib onu sevdiyi üçün də onu sevirəm. Eyni zamanda özü də yaxşı insandır. Həzrətin sözünü burası əsas deyir. Onun oğlu, yəni kim? Müslüm İbni Əqil. Deyir, onun oğlu sənin övladını sevdiyinə görə öldürüləcək, qətlə yetiriləcək. Yəni kimə görə? İmam Hüseyin əleyhissalama görə. Möminlərin gözləri onun üçün yaş tökər. Müqərrəb mələklər ona salavat göndərər. Müslüm İbni Əqil üçün. Sonra Peyğəmbər sallallahu deyir, o qədər ağladı ki, Həzrət o qədər ağladı. Gözlərindən sinəsinə göz yaşları axdı. Gözlərindən ta sinəsinə kimi göz yaşları axır. O qədər ağladı. Kim üçün? Müslüm İbni Əqil üçün. Hadisə baş verib, xeyr. Qətl icra olunub, xeyr. Müslüm İbni Əqil şəhadətə çatıb, xeyr. Peyğəmbər sallallahu qeyb elmi ilə bu hadisəni xəbər verir və onun şəhadətə çatmağına, hətta necə bir dərəcəyə çatması ki, mələklər ona salavat gözlə, hansı müqərrəb mələklər, Allaha daha yaxın mələklər ki,
və eyni zamanda möminlər onun üçün göz yaşı tökəcək, ağlayacaqlar. Həzrət özü də bu cür ağlayır. Bu bir rozədir deyə məsələnin mahiyyətini çatdırır Həzrət, cinayəti danışır, o hadisənin kədərini, qəmini danışır və ağlayır. Deyir, sonra Həzrət buyurdu ki, məndən sonra itirətimin, nəslimin üzləşdikləri haqqında Allaha şikayət edirəm. Bu bir rivayətdir ki, bu açıq-aşkar nədir? Göstərir ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyh hətta hadisə olmadan öncə bir rozə deyir, bir tarixi cinayət həm də xatırladır və şəxsiyyətin haqqında bildirir və ağlayır, əza saxlayır. Və başqa bir hədisdə mərhum Seyyid ibn Tavus Luhuf kitabının 13-cü səhifəsində bir rivayət gətirir. Rivayətdə nəql olunur ki, İmam Hüseyin əleyhissalamın anadan olmağından bir il keçəndən sonra Peyğəmbər sallallahu yanına 12 dənə mələk nazil olur. Və biri şir surətində, biri inək, biri əjdaha, dördüncüsü Adəm, yəni insan övladı, İbn Adəm, yəni insan övladı surətində nazil olur. Qalan 8-i isə üzləri qırmızı, gözləri ağlar və qanadları açıq şəkildə müxtəlif surətdə idilər. Diqqət edin, mələklərin özü belə. Deyir, onlar Peyğəmbər sallallahu xitab edirlər ki, ya Rasulallah, Qabilin Habilə etdiyi zülüm oğlun Hüseyin bin Fatiməyə əleyhissalama da nazil olacaq. Habilə verilən mükafat ona da veriləcək. Qabilin çəkdiyini də onun qatili çəkəcək. Deyir, həmin vaxt göylərdə heç bir müqərrəb mələk qalmır. Hamısı Peyğəmbər sallallahu yanına inir. Hadisə əvvəlcədən xəbərdarlıq edilir. Peyğəmbər sallallahu sağdır, hələ Kərbala hadisəsi baş verməyib. Amma bu nədir? Hadisə, mələklər bir növ rozə deyir Peyğəmbər salavatıllaha. Ki, Peyğəmbər sallallahu yanına inirlər, salam verirlər, İmam Hüseyin əleyhissalam haqqında əvvəlcən baş sağlığı verirlər və Peyğəmbər sallallahu İmam Hüseyin əleyhissalamın şəhadətin əvəzində alacağı mükafatı, savabı haqqında xəbər verirlər. İmam Hüseyin əleyhissalamın qəbrinin türbətini Peyğəmbərə verirlər öncədən Kərbala torpağından. Peyğəmbər sallallahu gətirib təqdim edirlər. Peyğəmbər sallallahu deyir, bunlardan sonra deyir ki, ey mənim Allahım, oğlum Hüseyni aleyhissalamı zəlil edəni, sən də zəlil elə, onu öldürəni öldür və onu məqsədinə çatdırma. İmam Hüseyin əleyhissalam deyir, 2 yaşına çatanda Peyğəmbər sallallahu bir səfərə çıxır. Yolda Peyğəmbər sallallahu dayanır, deyir, bir dənə durur ki, inna lillahi və inna ileyhi raciun. Biz hamımız Allahdan və Allaha tərəfdə qayıdacaq. Deyir və gözlərindən yaş axmağa başlayır, ağlayır. Deyir, bu vaxtı ağlamağının səbəbini soruşur ətrafındakılar. Deyir, Həzrət cavabında buyurur ki, bu Cəbrail əleyhissalamın Fərat kənarında Kərbala adlanan yerdə mənə xəbər verdi ki, oğlum Hüseyin ibn Fatimə burada qətlə yetiriləcək. Peyğəmbər sallallahu deyir, soruşdu ki, onu kim qətlə yetirəcək? Həzrət deyir, dedi ki, Yezid adlı bir şəxs, Allah ona lənət eləsin. Deyir, sanki mən onun qətlə yetirildiyi yeri və dəfn edildiyi yeri görürəm. Peyğəmbər sallallahu deyir, o səfərdən qəmgin halda geri dönür, əza saxlayır, kədərlidir. Amma halbuki heç qətliam da hələ olmayıb yenə. Ki, minbərə çıxır, xütbə edir, cəmaat üçün muizə edir. Deyir, İmam Həsən ilə İmam Hüseyin əleyhissalam da Peyğəmbər sallallahu yanındaydı. Deyir, bir xütbəni qutarır, bir əlini İmam Həsən əleyhissalamın mübarək başına, bir əlini də İmam Hüseyin əleyhissalamın başına qoyur. Deyir, sonra başını səmaya doğru qaldırır üzünü. Deyir, ey mənim Allahım, həqiqətən də Muhammed sənin bəndən və həmçində Peyğəmbərindir. Bu 2 nəfər də mənim itirətimdən, nəslimdən olan pak şəxslərdir və övladlarımın və nəslimin seçilmişləridir. Mən onları ümmətimin arasında öz xəlifəm qərar verirəm. Cəbrail mənə xəbər verdi ki, bu oğlumu xarlıqla, zəlalətlə öldürəcəklər. Deyir, ey mənim Allahım, onun şəhadətini mübarək elə və onu şəhidlərin sərvəri qərar ver. Onun qatillərini və onu zəlil edənləri mübarək eləmə. Yəni, onu o ki, alçaq şəkildə qətlə yetirirlər, şəxsiyyətsiz dərəcəsində. Həzrət dualar eləyir. Deyir, onun qatillərini və onu zəlil edənləri mübarək eləmə. Deyir, bunları danışanda cəmaət başlayır ağlamağa. Nalə çəkirlər, fəryad eləyirlər. Peyğəmbər salavatullah rozə deyir də, bir növ bizim necə ki rozə məclislərimiz var, eyni bu cürdür. Baxın, diqqət eləsəz,
Yəni görürük ki, biz Peyğəmbər sallallahu əleyhi və hələ sağlığından roza əza məclisləri qurub və bunu təşviq eləyibdi. Həzrətin etməyi budur ki, yəni bunu edin. Bunun vaxtı zamanı heç ki, xüsusi o şəhadətin vaxtı üçündür deyilir, biz indi onu icra edirik. Amma yeri gələndə ki, bunu heç vaxtı zamanı da ehtiyac yoxdur. İmam Hüseyn əleyhissalam istədiyin vaxt roza da dinən, əza da saxla ki, İmam Hüseyn əleyhissalam üçün nə zaman əza saxlasan, roza desən, mərsiyə desən, sinə vursan, əzadarlıq etsən, bir yada salacaq bir şeir desən belə İmam Hüseyn əleyhissalam üçün hamısının əcri var. İndi istisna vaxtlar var ki, təbii ki, o günlərdə də İslamın şad günləridir, şənlənmək günləri də aydın məsələdir. Ki, o günlərdə belə İmam Hüseyn əleyhissalamı yaxından və uzaqdan ziyarət eləməyin belə yenə savabı var, əcri var. Və cəmaət ki, artıq ağlayır, nalə çəkir, fəryad eləyirlər. Peyğəmbər sallallahu bu kəlamlarından sonra, dualarından sonra Həzrət deyir, onlara deyir ki, onun üçün ağlayıb, amma ona kömək etməyəcəksiniz. Yəni, siz onun üçün ağlayırsınız indi, amma ona kömək etməyəcəksiniz. Yəni, İmam Hüseyn əleyhissalama kömək eləməyəcəksiniz. Deyir, sonra Peyğəmbər sallallahu məsciddən xaric olur, sonra yenidən biraz keçir, məscidə geri dönür, deyir, amma rəngi dəyişmiş və üzü qızarmışdı. Yəni, Həzrət ağlayıb, kədərlənib, qəmlənib. Sonra Peyğəmbər sallallahu deyir, gözü yaşlı halda, ağlayan halda başqa bir qısa bir xütbə danışdı. Deməli, bu nəyi göstərir? Bu, hələ bir müqəddimədir ki, biz görürük ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və hələ sağlığında hadisə baş verməmişdən o hadisə haqqında məlumat verir. Roza, mələklər roza deyir, Peyğəmbər sallallahu roza deyir, Peyğəmbər sallallahu ağlayır, insanlar ağlayır. Ağlamağının hətta o qədərdir ki, ağlayır və göz yaşları ta ki gəlir sinəsinə qədər düşür və axır bu cür və eyni zamanda İmam Hüseyn əleyhissalamın bir növ əzasının elə təməlini qoymağının göstəricisidir ki, bu kifayət eləyər ağıl sahibləri üçün əslində ki, bunun bizim üçün kifayət qədər dəlil və sübutları var. Vəlhamdülillah Rabbil aləmin.